Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda informasiya-kommunikasiya texnologiyaları təlimləri keçirilir. Layihə çərçivəsində baş tutan təlim bugün Gəncə şəhərində reallaşıb. Gənclərdə İKT-yə maraq oyatmaq, onlara qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, əldə edilən biliklər əsasında cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq üçün regionlarda İKT-yə olan marağın yüksəldilməsi mövzusunda təlim həyata keçirilir. Təlimçilər iştirakçılara İKT imkanlarından istifadə etməklə maariflənmənin yolları haqqında məlumat veriblər. Layihənin həyata keçirilməsində əsas məqsəd bundan ibarətdir ki, regionlarda yaşayan gənclər informasiya-kommunikasiya texnologiyaları biliklərinə sahiblənsinlər, maariflənsinlər, eyni ilə onlayn alış-veriş sistemləri, sosial şəbəkələrdən istifadə edilməsi qaydaları və digər məsələləri öyrənsinlər, bilsinlər. Biz bunun üçün əlimizdən gələni edirik. Layihə 3 gün davam edəcək. Layihədə fəal olan tələbələr diplomlarla sonunda mükafatlandırılacaqlar. İyulun 2-si, 3-ü, 4-ü tarixlərində Lənkəranda həyata keçirilən təlim iyulun 10-nədək Gəncədə davam edəcək. 12, 13, 14 iyul tarixlərində isə Zaqatalada maarifləndirmə aparılacaq. Rühəngiz Hacıyeva, İlham Həsənli, Kəpəz TV.